Zuğulba iqamətgahı Xəzər dənizi sahilində yerləşir. Bu, həmin dənizdir ki, böyük bir coğrafiyada enerji təhlükəsizliyini təmin edir. Və bu həmin iqamətgahdır ki, burada imzalanmış sənədlər, qəbul edilmiş qərarlar siyasi və iqtisadi təhlükəsizliyin açarı kimi çıxış edir. İqamətgah növbəti qonağımı, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanı qarşılamağa hazırlaşır. 2022-ci ilin iyulunda Avropa Komissiyasının prezidenti xanım Ursula von der Leyen'in ölkəmizə səfəri və məhz bu iqamətgahda imzalanmış sənəd Avropa İttifaqı və Azərbaycan arasında əlaqələri yeni mərhələyə keçirdi. Bu sənəd tərəflər arasında enerji sahəsində strateji tərəfdaşlığı özündə ehtiva eləyirdi. Bugün imzalanan memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm ki, böyük uğurlara bundan sonra da imza atacağıq. Belə də oldu. Bu ötən 4 il ərzində Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu əhəmiyyətli dərəcədə artırıb. 2018-ci ildən etibarən 3500 kilometrlik Cənub qaz dəhlizi böyük bir coğrafiyanı isidir. Onun sonuncu segmenti 2020-ci ilin sonundan etibarən işə düşmüş Trans-Adriatik boru kəməri isə Avropanın enerji təhlükəsizliyində bugün müstəsna rol oynayır. Bugün Avropa İttifaqının 10 üzvü, NATO'nun 11 üzvü, ümumilikdə isə Avropanın 12 ölkəsi Azərbaycan qazına bel bağlayır. Bugün Azərbaycan qazını alan ölkələrin sayı artıq 16-ya çatıb və ölkəmiz qaz boru xəttinin coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. Ancaq bütün bunlarla yanaşı Azərbaycanı Avropa üçün bu əməkdaşlıqda əhəmiyyətli eləyən daha bir faktor var. Son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə icra olunub. Onların hamısı parlament tərəfindən ratifikasiya edilib və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar 10 illiklər ərzində qazanılır. Bunun nəticəsidir ki, biz bugün bərpa olunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik. Biz nümayiş etdirməyə çalışmışıq ki, bizim ölkəmiz etibarlı tərəfdaşdır və bizim sözümüzün imzamız qədər dəyəri var və bugünə qədər də bu məhz belə olmuşdur. Azərbaycan illik təqribən 25 milyard kub metr qaz ixrac eləyir ki, onun tən yarısı Avropa ölkələrinin payına düşür. 2022-ci ildə imzalanmış sənədə əsasən Azərbaycan illik Avropaya 20 milyard kub metr qaz ixrac etməlidir və proses buna doğru gedir. Hər il qaz ixracı artırılmaqda davam edir. Avropa ölkələri arasında qurulan interkonnektorlar isə qoca qitə daxilində Azərbaycanın qaz şəbəkəsini genişləndirir. Çox geniş, miqyaslı başqa planlarımız var. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş layihələr və icra edilmiş layihələr Avropanın və Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Artıq Azərbaycan qazı Trans-Adriatik boru kəməri vasitəsilə Qərbi Avropadadır. Almaniya və Avstriyada Xəzərdən istilik alır. Plan daha genişdir. Xəzərin şərq sahillərindəki qaz ehtiyatları ölkəmiz vasitəsilə qərbə ixrac edilə bilər.
Avropa İttifaqı Türkmənistan, Özbəkistan və Qazaxıstanın da Cənub qaz dəhlizinə qoşulmasına və bununla da təkcə bu mənbədən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Ancaq gündəlik yalnız ənənəvi enerji sahəsindən ibarət deyil. İndi enerji transformasiyası dövründə yaşıl enerji sahəsində əməkdaşlıq da tərəflərin prioritetləri sırasına daxildir. And by 2032, we expect Biz 2030-cu ilə qədər alternativ enerji mənbələrindən electric power. 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. So this, Hətta ki, bu böyük aktivdir. so Beləliklə biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədi ilə daxili tələbat üçün istifadə etməliyik. which we are using so far to produce electricity. Ancaq İttifaqla Azərbaycanı yalnız enerji əməkdaşlığı bağlamır. Azərbaycandan keçən orta dəhlizin qoca qitəlilər üçün əhəmiyyəti artmaqda davam eləyir. Ələlxüsus münaqişələrin bir-birini əvəz etdiyi ənənəvi dəhlizlərin etibarlı olmadığı indiki dönəmdə. Bundan başqa təhsil, elm, innovasiya, ətraf mühitin qorunması və digər prioritet istiqamətlər ikitərəfli əməkdaşlığı canlandırır. Hazırda liderlər arasında bu bağlı qapılar arxasında ikitərəfli görüş davam edir. Azərbaycan və Avropa İttifaqı arasında gündəlik olduqca genişdir. İndi yeni çağırışlar var və bu çağırışları müzakirə etmək üçün bu görüş yaxşı fürsət yaradır. Jurnalistlər tələsirlər, bir qədər sonra liderlər mətbuat üçün açıqlama ilə çıxış edəcəklər. Liderlərin açıqlamaları ikitərəfli formatda hansı məsələlərin müzakirə olunduğuna işıq tutacaq. Bir qədər sonra məhz bu zalda liderlər mətbuat üçün açıqlama ilə çıxış edəcəklər. Avropalı həmkarlarımız isə tələsirlər. Operativ qaydada materialları göndərmək lazımdır. Rahat oturacaqlar axtarmağa vaxt yoxdur. Budur, nümayəndə heyətləri artıq görünür. On different levels, Biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50%-i Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyə biraz aşağı olmuşdur, lakin o həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. trading partner number one. Avropa İttifaqı bugünün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir. Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür. Biz onu xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik. of both our peoples.
İndi dayandığımız nöqtədən təqribən 500 kilometr cənubda və təqribən 200 kilometr şimal-qərbdə qanlı döyüşlər gedir. Bu döyüşlər dialoqun qeyri-effektivliyinin nəticəsi olaraq meydana çıxır. Bakının isə dialoq və sülh yaratma təcrübəsi var. Bugün Gülüstan Sarayında dünyanın müxtəlif ölkələrindən ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, siyasətçilər planetin üzləşdiyi təlatümləri müzakirə edəcəklər. 13-cü Qlobal Bakı Forumu çərçivəsində. Qlobal Bakı Forumu çərçivəsində 13-cü dəfə liderlər, siyasətçilər, ekspertlər, beyin mərkəzlərinin nümayəndələri Bakıda bir araya gəlirlər. Gülüstan Sarayında təşkil olunacaq tədbir üçün hazırda son hazırlıq işləri görülməkdədir. İştirakçıların masasında nələr yer alır? Məsələn, Latviyanın keçmiş prezidenti Valdis Zatlersin masasında tərcümə avadanlığı, qələm və tədbirin proqramı. Proqrama əsasən tədbir Prezident İlham Əliyevin açılış nitqi ilə başlayacaq, daha sonra digər çıxışlar dinləniləcək. Nizami Gəncəvi adına beynəlxalq təşkilat tədbirin təşkilatçısıdır. Proqramdan aydın olur ki, açılış mərasimi 2 saat davam edəcək, 10:00-da başlayacaq və 12:00-da tamamlanacaq. Tərcümə kabinələri də hazırdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Qlobal Bakı Forumu dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr aparan müstəqil beynəlxalq platformaya çevrilib. So I'm very happy to be back in Baku. Yenidən Bakıda olmaqdan çox məmnunam. 2018-ci ildən buraya gəlirəm. Deməliyəm ki, Prezident Əliyevin enerji böhranı vaxtında Avropaya, eləcə də mənim ölkəmə Rumeniyaya yardım səylərini yüksək qiymətləndirirəm. Bu il olduqca kritik zamanda Bakı forumu bu ərazinin Davosu hesab olunur. I'm very glad to be here. This is very... Burada olmaqdan çox məmnunam. Sözsüz ki, müzakirələr çox maraqlı olacaq. Çox şadıq ki, Prezident Əliyev açılış mərasimində iştirak edəcək. Hər kəs onun çıxışını gözləyir. Düşünürəm ki, Bakı regionda çox müstəsna rol oynayır. Ümidvaram ki, bu çətin zamanlar tezliklə sülhlə bitəcək. Deyərdim ki, İrandakı böhranla əlaqədar bu ilki tədbir olduqca böyük əhəmiyyət kəsb edir. Belə bir sual yaranır. Dünya belə bir böhranın içinə necə düşdü və bu böhrandan çıxmaq üçün və qarşıdakı illərdə belə bir vəziyyətin yenidən yaranmaması üçün nə edə bilərik? Bu baxımdan toplaşmaq, gələcək üçün nələrin edilə biləcəyi ilə bağlı məsləhətləşmələr aparmaq çox vacibdir. Azərbaycanın təşəbbüsü təqdirə layiqdir. It's a great forum. If I'm not mistaken, it's my third time. Çox möhtəşəm tədbirdir. Bura dünyanın müxtəlif yerlərindən insanlarla görüşmək, müxtəlif fikirləri eşitmək, mühüm dialoq aparmaq üçün möhtəşəm məkandır ki, bir-birimizi başa düşdüyümüzə, bir-birimizlə əməkdaşlıq etmək, dünyanı birlikdə daha inklüziv və çiçəklənən bir yerə çevirmək istədiyimizə əmin olaq. İştirakçılar möhtəşəmdir, niyyət çox gözəldir. Burada hansı nəticələri əldə edəcəyimizə gəlincə, yaxşı olar ki, bunu 5 gündən sonra soruşasınız. Mən çox nikbin fikirdəyəm ki, biz çox şey öyrənəcəyik, həll yollarını tapmağa yaxınlaşacağıq. Bu dəfəki forum çox mühüm bir vaxta təsadüf edir. İnsanların bir-biri ilə açıq şəkildə danışdığı, şəxsi təmasların olduğu məkanlar azalıb və Bakıdakı forumda bu cür danışıqlar aparıla bilər. Burada çox nüfuzlu insanlar bir-biri ilə söhbət edir, bugün qarşılaşdığımız mühüm məsələlərə toxunur. İştirakçılar artıq zala təşrif buyururlar.
Tədbirin başlamasına cəmi 40 dəqiqə qalır. Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən ilə artmaqdadır. İştirakçıların sayında nəzərə çarpan artım həm də ölkəmizə olan diqqət və etimadın ifadəsidir. Bu dəfəki forumun gündəliyinə qlobal təhlükəsizlik, davamlı inkişaf, iqtisadi transformasiya və texnoloji dəyişikliklərin təsirləri daxildir və şübhəsiz regionda baş verən toqquşmalar. Zənnimcə, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, 10 illiklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillərdir və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik. Beləliklə, Bakı bir daha qlobal dialoqun paytaxtına çevrildi. Forumda iştirakçılar yeni çağırışları və planetin üzləşdiyi turbulentdən çıxış yollarını müzakirə etdilər. Prezident İlham Əliyevin açılış nitqində toxunduğu təhlükəsizlik, enerji əməkdaşlığı, regional sülh və sabitliyin, eləcə də inteqrasiyanın vacibliyi barədə fikirlər Azərbaycanın uzunmüddətli strategiyasının növbəti dəfə bu platformadan ifadə olunması idi.